Salam, əziz tələbələr. Bugün magistratura ikinci qəbul imtahanında düşən suallara baxacağıq. Deməli, ilk olaraq 43-cü sualdan başlayırıq. Bəzi suallar yaxşı düşmədiyi üçün onları yığa bilmədim, əfsuslar olsun. Amma burada olan sualların hər birinə bir-bir baxacağıq. 1024 vurulsun 1024 pikseldən ibarət qrafik təsvir ötürülmə sürəti 512 kilobit bölünmüş saniyə. Burada V bərabərdir 512 kilobit bölünmüş saniyə. 16 saniyə ötürülürsə T bərabərdir 16 saniyə. Buradan biz həzm avtomatik olaraq H bərabərdir V vurulsun T düsturu vasitəsilə tapa bilirik. Buradan da 512 kilobit bölünsün saniyə vur 16 saniyə. Bu da bərabərdir 512 saniyələr gedir ixtisar. 512 2 üstü 9 kilobit vurulsun 16'daki 2 üstü 4. Bu da 2 üstü 13 kilobit. Deməli, həcmimiz 2 üstü 13'dür. Rəng sayılarının sayını istəyir bizdən. Piksellər də verib. H bərabərdir 1024 vur 1024 vurulsun rəngləri neyini bilmirik. Bitlə ifadə olunur. Bərabərdir həcm nə qədər oldu? 2 üstü 13 kilobit. Buradan 2 üstü 10, 2 üstü 10 eləyir 2 üstü 20 vurulsun D bit bərabərdir nəyə? 2 üstü 13. Bunu da kilobitə çevirsək, daha doğrusu bitə çevirsək, kilo gələcək, olacaq 2 üstü 23. Kilodan kilo 2 üstü 10 deməkdir. Onlar da vurulur, üstləri toplanır 2 üstü 23 bit. Buradan 2 üstü 23'lər gedir. 2 üstü 20 ilə 2 üstü 20 gedir. Qalır 2 üstü 3. D bərabərdir 2 üstü 3 yəni 8. 8 bit. Rəng çalarlarını istədiyi üçün, yəni palitranı istəyir də, P bərabərdir 2 üzərində D düsturundan, 2 üzərində 8 bərabərdir 256. Deməli, 256 müxtəlif rəng çalarlarından istifadə olunur. Daha sonra 22-ci suala baxaq. Y8 xanasındakı düstur Y2 xanasına köçürülərsə, Y8-dən Y2-yə köçürmə baş verirsə, burada sütunlar dəyişmir, sətirlərin sayı sətir 6% azalır. Y8 xanasındakı düstur bu düsturdur. İndi bunu əgər biz Y2 xanasına köçürsək, olacaq power D8-dən düşəcək D2-yə 6% azalacaq. Daha sonra right B8 də olacaq B2 1. İndi baxaq, D2 xanası, yəni bu power qüvvətdir də, yəni bilirsiniz. D2 xanası burada 3'dür. Olacaq 3'ün üzərində right B2 1. B2 logdur. Right sağdan dediyi üçün burada sağdan bir dənə G hərfini götürürük. 3 üzərində G olur. Bu artıq bizdə verəcək, yəni xəta verəcək. Xətanın da burada 3 dənə variantda xəta qeyd olunub. Lakin bu olacaq value dəyər xətası. Çünki biz ədəd üzərində sətir tipi, yəni bir hərf olsa, yəni biz onu hesablaya bilməyəcəyik. Cavabımız olacaq D variantı. Number xətası nə zaman verir? Number xətası verir o zaman ki, məsələn, kök altı ifadədə mənfi olduğu da falan, yəni hesablama, riyazi hesablamalar zamanı, name xətası da düsturun adı doğru yazılmadıqda və yaxud doğru ünvana müraciət edilmədikdə verilir. Daha doğrusu, düstur doğru yazılmadıqda, xananın adı yox.
Növbəti suala baxaq. 23-cü sual. Deyir ki, cədvəldə kortej və domenlərin sayını müəyyən edin. Verilənlər bazası aksiyaya aid bir sualdır. Kortej bilirik ki, sətirdir. Domen isə sütun. Sütunlar, baxın, 1 sütun, 2, 3, 4, 5. 5 sütunumuz var, yəni 5 dənə domenimiz var. 2 variantımız qaldı. Kortejlərə baxaq, yəni sətirlərdəki 1, 2, 3. 3 sətirimiz var. 3 kortej, 5 domen. D variantı. Iyirmi dördüncü sual. Uyğunluğu müəyyən edilir. Vektor qrafikasının minimal obyekti. Yəni bilirik ki, vektor qrafikasında təsvir xətlərdən təşkil olunur və minimal obyekti, yəni xətt 1-ə getdi, B variantı. Orijinal təsvirin aid etməsi DPI, 2-yə gedir, A variantı. Raster qrafikasının minimal obyektdəki piksel, B, A, C, C variantı. Burada, bu da C-dir. Hə, bu deyəsən Y-dir. 3-ə Y atıb burada. Ha, C variantı. 25. O 4 D10 diapazonundakı xana sayı. A4-dən D10-a xana sayını deyirsə A, B, C, D sütunları yazırıq və sətirləri qeyd edirik. Deməli 4 sütunumuz var. Sətirləri necə qeyd edirik? Ondan sonuncudan birincini çıxırıq, üzərinə bir gəlirik. Bu da edirik 7. 7 sətir. Xana sayı isə bunların hasili. Olur 4 vur 7, yəni 28. 28 xana. 1-ə getdi B. Deyir ki, diapazondakı sətir sayı. Sətir sayı rəqəm ədədlərdir də bilirsiniz. 19-dan 2-ni çıxırıq yenə. Plus 1 bərabərdir 17 üstəlik 18. A variantı. Üçüncüdə isə B3 Y10 diapazondakı sütun sayı. Sütun sayı deyirsə, biz buradan eləyirik. Hərfləri götürürük. B, C, D, Y 4 sütunumuz var. Burada gedir D variantı. B, A, D. B, A, D. Y variantı doğru cavabımız. Növbəti suala baxaq. Hansı əməliyyatların köməyi ilə aşkarlanmış orfoqrafik səhvləri düzəltmək olar? Orfoqrafik səhv deyərkən, deməli, ilk öncə review gəlir və burada bəli, proofing, spelling, grammar. Birincisi doğrudur. İkincisi, view-da xeyr, orfoqrafik düzəliş yoxdur. F7 düyməsini sıxmaqdan bəli olar. 1, 3, 5-i görmürəm. 5-cidə deyir, deməli, 1, 3 doğru cavabımızda hələ ki. 5 yox, 4 qaldı. Shift F7, Shift, hə, 4 səhvdir. Çünki boş F7-dir, Shift yox. 5-də deyir ki, orfoqrafik səhv kimi işarələnmiş sözün üzərində sağ düyməni sıxmaqla və müvafiq əmri seçməlidir. 5 də doğrudur, 1, 3, 5. 6-cı sualımızda isə 6-cıda deyir, 2 dəfə sınav xeyr, 6-cıda yanlışdır. 1, 3, 5 olacaq doğru cavabımız. D variantı. 31-ci suala baxaq. Deməli, faylların yolunu bizdən istəyir. Burada nə eləyirik? Demək, baxırıq protokol.doc, monitor və cd.bmp fayllarını. Deməli, bunların yollarını burada qeyd eləyək. C diski, daha sonra data, daha sonra document, daha sonra references, daha sonra protokol. Bura yerləşməli. Burada yazaq. C diski, data, document, references və protokol. Digərlərində də yenə olacaq C diski, data, çünki datanın içərisində
Bax, burada çıxan iki qolun ikisi də datanın içərisindən gəlir. Data mütləq olmalıdır. Daha sonra picture, sonra olacaq monitor. Yenə də eyni ilə belə olacaq. Yenə data, picture, düşür buradan picture. Bu dəfə monitora getmişdi, indi gələcək CD. CD. Belə bir variantımız varmı? A variantında. A variantında fikir verin. Bunu düz yazıb, lakin sadəcə iki dənə yol qeyd edilib A variantında. Belə vergüllə ayırıb. Baxın, bunu monitora aid yazıb, sonra vergül qoyub bunu yazıb. Yəni belə yazılış yox. B variantında data, hamısı datanın içərisində idi. Bu C-dən birbaşa piksəyə düşüb, səhvdir. Burada da eyni ilə belə. D variantı da o cür. Birbaşa protokol var, konkret səhvdir. Amma Y variantı da bəli, C diski, C diski, C diski, data, data doğru. Tamamilə doğrudur. Y variantı cavabımız. 35. Aşağıdakılardan hansı təqdimata baxış rejimi deyil? Deməli, burada slide sorter deyil, notes page deyil. C variantı saxlayaq. Reading view, outline. Burada fikir versək, C variantı print layout, çap düzəni rejimi bu PowerPoint-a aiddir. Cavabımız olacaq C variantı. Hansı bənddə alqoritmin diskretlik xassəsi verilmişdir? Alqoritmin bütün addımları müəyyən ardıcıllıqla icra olunur və bir addımın icrası başa çatdıqdan sonra növbəti addıma keçilir. A variantını saxlayaq. B variantına baxaq. Alqoritmdə addımlar sonlu sayda olmalıdır. Bu diskretlik xassəsidir. Alqoritmə təsvir olmalıdır ki, onda hamı istifadə edir. Bu nəticəvili, bu hamı istifadə kütləvili. Alqoritm eyni tipli bütün məsələlərin həlli üçün yaradılmalıdır. Bu da kütləvilik xassəsidir. Alqoritmin bütün addımları ixtiyari ardıcıllıqla icra olunur və bir addım icrası başa. Bununla A variantının fərqi nədir? Burada ixtiyari ardıcıllıqla deyir, amma burada isə müəyyən ardıcılıq. Təbii ki, cavabımız olacaq A variantı. Çünki alqoritmdə ardıcıllıq gözlənməlidir. Yəni ixtiyari ardıcıllıqdan biz eləyə bilmərik. Yəni müəyyən ardıcıllıqdan. Məsələn, başlanğıc blokudursa, sonra daxil etmə blokudur, sonra şərtdir. Yəni bu cür gəlirsə oxlarla, yəni müəyyən ardıcıllıqdır. Bu cür eləməliyik. Yoxsa mən gəlim bura düşüm, sonra nə bilim düşüm başqa bir şərt blokuna, sonra təzədən buna baxım, yəni və yaxud təzədən buna baxım. Ardıcıllığı poza bilmərik istədiyimiz kimi. 38. Şablon əsasında yeni təqdimat yaratmaq üçün hansı tabdan istifadə etmək lazımdır? Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, şablon əsasında təqdimat hazırlamaq istəyirsə, yəni şablonların hamısı fayl menüsünü qeyd olunur. Yəni istədiyimiz şablonlardan seçə bilərik. Və yaxud adına görə axtarış edib tapa bilərik bizə uyğun şablon. Sənədin birinci səhifəsini müəyyən edin. Birinci səhifəsinin nömrəsi. Gəlin baxaq, sənəd neçənci səhifədədir? Deməli, hal-hazırda sənəd 103-cü səhifədədir və nömrəsi neçədir? 106. Bizdən birinci səhifəsini istəyir. Bunun üzərinə 3 gəlib, 106 olur. Birinci səhifəsini istəyirsə, yenə üstünə 3 gələrik. Cavabımız olacaq 4. D variantı. 42-ci sual. Fon şəklinin iş masasında yerləşdirilməsi rejimlərini seçin. Deməli, burada mərkəzə var idi. List bu file Explorer-a aiddir. Bura aid deyil. Details. Bu da ora aididir. Stretch uzatmaq, bəli. 1.4. Content. Content də file aididir. Bu da deyil. Tile. Tələb də span genişləndir. Deməli, 1, 4, 6, 7. Bu qədər. Sağ olun. Növbəti videoda görüşərik.